Zəngilanda Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib. İclasda komissiyanın Azərbaycan tərəfdən həmsədri, baş naziri Mavini Ayev, azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və yenidən qurma işləri barədə ətraflı məlumat verib. Tərəflər ticarət, investisiya, maliyyə, nəqliyyat, kənd təsərrüfatı, energetika, turizm və humanitar sahələr üzrə əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər üzrə koordinasiyanın gücləndirilməsini vacibliyini vurğulayıblar. Hökumətlərarası komissiyanın Rusiya tərəfindən həmsədri, Rusiya hökumətinin sədri müavini Aleksey Averçuk, Rusiya tərəfindən İrana göndərilən humanitar yardımın Azərbaycan ərazisindən keçərək ünvana çatdırılmasında göstərdiyi yardıma görə təşəkkürünü bildirib. Münasibətlərin qarşılıqlı hörmət, etimad və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiriləcəyi, əldə olunmuş razılaşmaların ardıcıl şəkildə icrasının davam etdiriləcəyi vurğulanıb. İclasın yekunlarına dair Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 24-cü iclasının protokolu imzalanıb. Səfər çərçivəsində iştirakçılar Zəngilan şəhərində Ağalı kəndində olub, Ağbənd avtomobil körpüsü, Horadiz Ağbənd dəmir yolu layihəsi, habelə sərhəd keçid məntəqəsinin infrastrukturunun tikintisi ilə tanış olublar. Bugün biz müasir avtomobil yolları ilə tanış olduq və gördük ki, yol şəbəkəsi faktiki olaraq formalaşıb. Həmçinin Ermənistanın Meğri istiqamətinə uzanan dəmir yolu xəttinin də əhəmiyyətli hissəsi hazırdır. Hazırda beynəlxalq sərhəd keçid məntəqəsindəyik və burada yerləşən Ağbənd avtomobil körpüsü həm şimal-cənub beynəlxalq nəqliyyat dəhlizinin, həm də şərq-qərb nəqliyyat marşrutlarının mühüm elementi kimi çıxış edir. Rusiya bu layihənin ən qısa müddətdə işə düşməsində çox maraqlıdır. Hesab edirəm ki, bu layihə iştirakçı bütün ölkələr üçün qarşılıqlı fayda verəcək və regional əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək. Ölkəmizlə Rusiya arasında olan demək olar bütün sahələri biz təhlil etdik, bütün sahələrin potensialı üzə çıxartdıq və hər iki tərəfin fikri ki, əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var və ondan biz istifadə edəcəyik. Biz Rusiya şirkətlərini sıx əməkdaşlığa dəvət etmişik bütün sahələrdə. Sabah Bakı şəhərində artıq Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası olacaq. Sahibkarı subyektlərlə Azərbaycanda yaradılan imkanlar haqqında bir də təqdimat aparacaq.